İstəyirəm ki, qardaşımızı var gitti. Cenab-ı Qızıl Şlager Faiq Ağayev'i dəvət edeyim. Amma alışlardan qabaq bir kişiyə onun haqqında demək istəyirəm ki, bilirsiniz ki, bu yaxınlarda, yəni biraz bundan 3-4 ay, 5 ay bundan qabaq Faiq Ağayev'e bizim gözəl xalq artistimiz olan Faiq Ağayev'e Bakının ara küçələrindən birində ona suiqəst olmuşdu. Onu bıçaqla çimdikləmişdilər. Nəyə görə çimdikləyirəm? Çünki 6 bıçaq yarasından sonra, məsələn, şükür Allah'a ki, salamatçıl oldu. Görün, yeganə bizdədir ki, məsələsin, Faiq Ağayev həmin vaxtı axrana olmuşdu yanında, yəni Cangüdəli ilə olmuşdu. Amma görün, nə maraqlıdır. Cangüdən səni qoruyur, amma 6 bıçaq sənə deyil, 1 bıçaq Cangüdənə. Demək bu Cangüdən Faiq Ağayev tutub belənsənə ki, küləndə qarşı. Bıçaqlar hamısı Faiq Ağayevə deyib. Yenə də sənətkarımıza can sağlığı deyirik və istəyirəm sizlərin şərəfinə demək ki, Faiq Ağayevi dəvət ediyor bura. Bir alqışlar gəlsin. Biz biraz boyunda parlaca olduğu için Faiq Ağayev xoş gəlmişsiniz. Buyurun, söz sözündür. Ben de burada bütün beyler hanımlara salam veriyorum ve senin şerefine güzel bir vakti gelin. Kim arar gelin? Ruslar demişken Temboli. Məhsimizdə xanımlar da var. İstəyirəm gözəl bir xanım ifasını dəvət edeyim. İlhamı Quliyevanın gidən alışlayaq. Hoş gördüm benim əzizlərim. Ben de burada oturan bütün Azərbaycan xalqını, burada oturan her bir kəsi öpürəm, bağrıma basıram və o cümlədən əlim, sizi bağrımın çəkirində basıram, canım benim. Çok sağ olun, çok var size əlim. Və deyirəm, yaşın nə fərqi var ki?
Yaşın vergi var ki sevmem seni. Olur incitme kalbimi gülüm. Ben hayatım seni, seninle gülüm. Ağlayım seni, seninle gülüm. Yaşın vergi var ki sevmem seni. Ne olur incitme kalbimi gülüm. Çok sağ ol canım. Çok sağ olun. Çok sağ olun canım. Çok sağ olun. Arkadaş bir tane olmuş diye. Çok sağ olun. Alkışlara göre var olun. Tabii ki kardeş yani parodiyadır. Ancak hemen dəqiqədə giririk, çalışırıq. Qarmaya bunun içində çıxart. Çıxart. Sonra hatası olmasın. Bir daha Əl çalan əlləriniz var olsun.